Mamontlar təxminən 400 min il əvvəl meydana çıxdılar və minillərlə yer kürəsinin soyuq bölgələrində hökm sürdülər. Bədənləri 4 metrə qədər hündürlükdə, çəkiləri isə 6 tona yaxın idi. Ən diqqət çəkən xüsusiyyətləri isə qalın tüklərlə örtülmüş dəriləri və irəliyə doğru qıvrılan uzun dişləri idi. Bu xüsusiyyətlər onlara sərt iqlimə uyğunlaşmaqda kömək edirdi. Mamontlar buzlaqlar və tundralarla örtülmüş geniş çöllərdə yaşayırdılar. Onlar sürülər halında hərəkət edir, əsasən ot, mamır və alçaq boylu bitkilərlə qidalanırdılar. Qışın sərtində qarla örtülmüş torpağı dişləri ilə qazaraq yem axtarırdılar. Bədənlərindəki yağ qatı və qalın tükləri onları mənfi 50 dərəcə temperaturda belə qoruyurdu. Mamontların nəsli təxminən 10 min il əvvəl kəsildi. Əsas səbəblərdən biri iqlim dəyişikliyi idi. Buz dövrü sona çatdı, otlaqlar azaldı və onların qidalandığı sahələr yoxa çıxdı. Eyni zamanda insanlar ovçuluqda daha təşkilatlanmış, daha effektiv olmuşdu. Təbiətin və insanın təzyiqinə tab gətirə bilməyən mamontlar tədricən yox oldu.